Əlində belə vacib işin yoxdursa, bu videoya axıra qədər bax, bir neçə maraqlı məsələyə toxunacağım. Deməli, bu Bakı-Quba-Rusiya yolu ki var, ödənişli yol. Ora ağıllı radarlar quraşdırıblar və deməli, əgər sən burada tutaq ki, radara çatanda sürəti azaldırsan, sonra arada möhkəm sürürsən, növbəti radara çatanda yenə azaldırsan, artıq belə olmayacaq. Ağıllı radarlardır, bu radarla digər radarın arasındakı məsafəni ölçür. Orta bir rəqəm çıxardır ki, məsələn, 110 ilə sürməliydin, 150 ilə sürmüsən və cərimə gəlir. Bu çox ağıllı danışmaq kimi çıxmazsan, amma mənim də bir ağıllı məsləhətim var, daha doğrusu ağıllı təklifim var. Bu radarların ağıllı olmağı əladır, yəni doğrudan-doğruda hadisələr çox olurdu, amma imkan varsa bu bölgələrdə də bir-iki dənə ağıllı iş yeri açın. Bu ölkənin yarıdan çoxu Bakıdadır. Bakılılar buraya yığışıb bizi də qavalamaq istəyirlər. 5 milyon insan var bu şəhərdə, 5 milyon. Adətən 5-6 milyonluq şəhərlər 50 milyonluq ölkələrin paytaxtı olur. Yəni normalda məsələn aeroportdan düşən adam elə bilir ki, Çinə gəlib, yəni əhalinin sıxlaşması baxımından. Amma bölgələrə gelsən elə bilirsən Monqolistandır. Nə mənada? Yəni Monqolistanda bilənlər bilir də çox böyük ərazisi var, cəmi 2-3 milyon əhalisi var. O baxımdan da yenə də deyirəm, yəni bölgələrdə iş yerləri açmaq lazımdır. 3 uşağın, 2 uşağın, 4 uşağın qoyub Bakının ətraf kəndlərində gecəni taxtanın üstündə yatmaq bahasına 3-5 manata işləyib ailəsinə çörək qazanan oğlanlar var. Bax, onlara həmin öz rayonunda, öz kəndində, öz elində, obasında iş yerləri açmaq lazımdır. Bir də ən vacib məsələ, yenə desəm çox ağıllı danışdım, amma bir vacib məsələ də odur ki, bu icra başçıları yerlərdən danışıram, rayonlardan. Məsələn, kəndli sarımsaq əkir, icra başçısı da əkir, kəndli qoyun saxlayır, icra başçısı da saxlayır. Məsələn, Şəki ilə, daha doğrusu Qaxla Balakənin hazırda həbsdə olan icra başçılarını gördünüz yəqin ki, 15 min baş qoyunları. İcra başçısı da qoyun saxlayırsa, mən də qoyun saxlayıramsa, o şəraitin yaxşısı təbii ki, ona yaradılacaq. Həmçinin də digər, məsələn, mən sarımsaq əkirəm, o da əkir, soğan əkirəm, o da əkir. Elə bir ki, 7 yetimdən bir dərədə qalıb. Yəni, bax, bu məsələləri də nəzərə alsaq çox yaxşı olar. Təbii ki, o radarın quraşdırılması da təqdir olunasıdır, yeni texnologiyadır, filandır. Amma iş yeri lazımdır ki, pul qazanıb o radarın cəriməsini ödəyəsən. Yəni, o cərimə olmayanda iş gedir, çıxır məhkəməyə. Daha doğrusu pul olmayanda o cəriməni ödəməyə, iş gedir, çıxır məhkəməyə.